Elə ki Aşura günü yetişdi. Cənazələr yerdədir, başlar bir qismi bədəndən ayrılıb. Həzrət Zeynəb İmam Səccad xəstə bir tər onu bindirdi. Özü qayıtdı, gəldi, bir sonra qayıtdı, gəldi. Gəldi birinci Əvəl Fəz ağanın yanına. Gəldi, dayandı, baxdı qardaşına, dedi Əvəl Fəz bu nə vəziyyətdir? Sən nə hala salıblar? Oradan sonra qayıtdı qardaşına tərəf. Gəldi, dayandı bu cənazənin qabağında. Cənazə də deyirəm sizə, üstü oxla, nizə ilə, daşla doludur. Bacı daş təmizləyir, nizələri çıxardır, oxu təmizləyir. O deyir, kəsik yerdən gəldi. Boğazdan öpdü, ondan sonra dedi, əntə ya əxir, bu sənsən, ay mənim qardaşım, ay Zəhra əmanəti, ay Əlinin əmanəti, bu sənsən. Heydi də ağladı, heydi də ağladı o. Düşmən gəldi ki, ayırsın Həzrət Zeynəbi. Allah mənə bağışlasın. Əlindəki ilə başladı o qədər vurmağa Həzrət Zeynəbi. Bu an üstünə baş verdi. Deyirlər, 3 yaşlı bala gəldi, çatdırdı özünü. 3 yaşlı bala gəldi, çatdırdı özünü. Dedi, atacan, bax gör bibimi necə vururlar. Bax gör bibimi necə vururlar. Əla lənətullah. Əla lənətullah, ələ qavmi salihin.